Hər kəsə salam. Buraxılış imtahanında çox az müddət qalmış, istədim ki, məndən ən çox istənilən mövzulardan biri olan quantifiers mövzusunu izah edeyim. Quantifiers əksər şagirdlərin biraz qarışdırdığı mövzulardan biridir, çünki bir-birinə oxşayan sözlər var. Biri sayıla bilən işlənir, biri sayıla bilməyən işlənir, və yaxud da sayıla bilən cəm, sayıla bilməyən tək və s. Ona görə də biz bunları çalışasıyıq ki, kodlama ilə yadda saxlayaq ki, unudulmasın. Çünki əzbər istər-istəməz unudulur, amma məntiqlə yadda saxladığımız şeylər unudulmur. Başlayaq. Many və match hər ikisi çox mənasında işlənir. Many sayıla bilən cəm, match sayıla bilməyən tək isimlə işlənir. Təbii ki, bunu belə demək rahatdır, amma testdə uşaqlarımız qarışdırırlar, çətinlik çəkirlər. Belə yadda saxlayaq ki, dostlar, many sözünün tərkibində mən sözü var və mənin cəmi many'dir, bilirsiniz ki. Deməli, many mən sözünü oxşadığı üçün sayıla bilən cəm isimlə işlənir. Belə yadda saxlayaq. Mənin cəmi var axı, men. Many də deməli sayıla bilən və cəm isimlə. Mən həm sayıla biləndir, həm də cəmlənə bilir. Deməli, many həm sayıla bilən, həm də cəm isimlə işlənir. Belə yadda saxlayaq. Onun qarşılığı match isə, deməli, many artıq bildik ki, sayıla bilən cəmdir. Avtomatik match nə olacaq? Sayıla bilməyən tək olacaq. Bunu da belə yadda saxlayaq. Many və match necə yadda saxladıq? Many-ni mən sözünə yadda saxladıq. Mənin cəmi var və sayıla bilir. Deməli, many sayıla bilən cəmlə işlənir. Onun ekvivalenti olan match sözü isə, qarşılığı olan match sözü isə, deməli, avtomatik olaraq sayıla bilməyən tək isimlə işlənəcək. Növbəti quantifiersimizə keçək. Few və little. Few'nu da flower'dan yadda saxlayaq. Flower sözü də cəmlənir və sayıla biləndir. Deməli, few flower'dan yadda saxlayaq ki, sadəcə hərf başlıqları ilə şifrələyək ki, flower sözü ağlımıza gəlsin. O sayılır, deməli, bu da sayılır. Sayıla bilən cəmlə işlənir. Və onun qarşılığı olan little sözü, bu sayıla bilən cəmlə işlənirsə, little avtomatik olaraq sayıla bilməyən tək isimlə işlənir. Hər ikisi az deməkdir. Az mənasını verir. İndi a few və a little nədir? Bəs yaxşı. A few-nun few-dan, a little-ın little-dan fərqi nədir? Bunu izah edək. Deməli, a few və few, həmişə uşaqlara deyirəm ki, fərqi gördüyünüz kimi a artiklıdır. Bir dənə a artiklı artığı var birinin digərindən. A few, few, a little, little. Və few və little az deməkdirsə, a few və a little, çünki a artiklı bir deməkdir. Olacaq biraz. Biraz azdan çoxdur. Məsələn, deyirsən ki, nəsə azdır, bir də varsan biraz var. Deməli, belə deyək ki, a few-nun few-dan, a little-ın little-dan bir artığı var. A artiklıdır. Deməli, o ondan çoxdur. Belə yadda saxlayaq. Həmişə riyazi düstur kimi uşaqlara yazdırıram ki, a few böyükdür few-dan, a little böyükdür little-dan. Digər şeylər isə, sayıla bilən bilməyən işlənməsi isə few və little-da olduğu kimidir. Necə ki, few sayıla bilən cəm isimlə işlənirdi, little sayıla bilməyən tək isimlə işlənirdi, a few da eyni şəkildə sayıla bilən cəm, a little da eyni şəkildə sayıla bilməyən tək isimlə işlənir. Sadəcə dediyim kimi bir-birindən a artiklı ilə fərqlənir. A artiklı olanlar bir tık çox sayılır. Biraz anlamını verir və bir tık çox sayılır. Və Murphy'də belə bir şey var. Negative meaning, positive meaning. Əgər cümlədə negative meaning varsa, biz orada few yazırıq. Əgər cümlədə positive meaning varsa, biz orada a few yazırıq. Və yaxud da sayıla bilməyən isimdən söhbət gedəndə, cümlədə negativlik varsa biz little yazırıq, pozitivlik varsa a little yazırıq. Bu nə deməkdir? Məsələn, deyirəm ki, can you help me? Mənə kömək edə bilərsənmi? Əgər of course desəm, məsələn, deməli pozitiv gəlir davam. Of course, I have blah 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 time. Sizcə burada little olar, yoxsa a little olar? Of course deyirəmsə, pozitiv gedirsə cavabım, deməli mənim biraz vaxtım var, olacaq I have a little time. Amma I'm sorry, I have time yazıramsa, I'm sorry deyirəmsə negativ gedir cavabım və bu zamanda az vaxtım var, cavabım negativ olacaq I have little time. Deməli, cavab pozitivdirsə, ənən olanı götürür. Təbii ki, bu isimdən asılıdır. Sayıla bilən olanda a few olacaq, sayıla bilməyən olanda a little olacaq. Cavab mənfidirsə, sayıla bilən olanda few olacaq, sayıla bilməyən olanda isə little olacaq. Only a few, only a little. Bunlar nədir? Bunlar nə işə yarayır? Only a few bərabərdir few-ya, only a little bərabərdir little-a. Uşaqlar yadda qalsın deyə, hər nə qədər gülməli də çıxsa, mən uşaqlara belə deyirəm. Only bir deməkdir, əldə bir deməkdir. Orada birlə bir ixtisar gedir. Only a few bərabər olur few-ya. Only a little-da da yenə only ilə ixtisara gedir, qalır little. Belə bərabərliyi isbat edirik biz. Təbii ki, bunun heç bir belə deyim də, elmi açıqlaması yoxdur. Sadəcə uşaqların yadında qalsın deyə belə bir
belə deyim də, bənzətmə edirik biz. Və məna olaraq da nə deməkdir? Few nə deməkdir? Az deməkdir. Deməli, only a few bərabərdir few-ya, o da bərabərdir az. Only a little bərabərdir little-a, o da bərabərdir az. Sadəcə f-la olanlar flower sözünə yadda saxlayırıq, sayıla bilənlə işlənir. Little-lar isə sayıla bilməyənlə işlənir. Belə yadda saxlayırıq. Və bilirik ki, few və little-ın da mənası negativdir. Burada ən önəmli məsələlərdən biri odur ki, bizə əgər variantlarda artiklesız versə, only few, only little versə, bu səhv sayılır. Yəni mütləq şəkildə only a few ya da only a little olmalıdır və həmçinin də burada sayıla bilən, sayıla bilməyən nəzərə alırıq. Sayıla bilən olanda only a few, sayıla bilməyən olanda only a little. Əgər bizə verilən cümlədə than müqayisəçisi, göstəricisi varsa, o zaman ya fewer ya da less götürməliyik. Fewer ya da less götürürük ya da more bu üçündən birini. Çünki much və many'nin müqayisəsi more'dur, few'nun müqayisəsi fewer'dır, little'ın da müqayisəsi less'dir. Deməli, əgər bizə verilən, bizdən quantifiers istənilən cümlədə than varsa, müqayisə dərəcəsi istəyirsə, o zaman ya more, ya fewer, ya da less. Bunlardan birini götürmək lazımdır. Əgər bizə verilən testdə sual cümləsidirsə və cümlənin əvvəlində how sözü varsa, ya how many olacaq, ya da how much olacaq. Bu da əlbəttə ki, nöqtələrdən sonra gələn sözümüzdən asılı. Sayıla bilənsə many, sayıla bilməyənsə much olacaq. Və yaxud da bizə verilən testdə only sözü varsa və nöqtələr qoyulubsa, only'nin işləndiyi 3 dənə quantifiers var. Only a few, only a little, ya da only some. Yerdə qalan variantları çıxa bilirik. Only a few, only a little, only some. Bunlardan biri götürülməlidir. Əgər ismimiz sayıla bilən cəmdirsə only a few, əgər ismimiz sayıla bilməyən təkdirsə only a little və yaxud da a little yaxud da a few heç biri yoxdursa, some hər ikisinə işlənə bilir. Only some sayıla bilən cəm və ya sayıla bilməyən tək isimlə işlənə bilir. Several bir neçə deməkdir. Numerous yenə bir neçə deməkdir. A number of bir neçə deməkdir və bunlar sayıla bilən cəm isimlə işlənir. A huge amount of, a great deal of ifadələri isə külli miqdarda deməkdir və sayıla bilməyən tək isimlə işlənir. İndi isə uşaqların ən çox qarışdırdığı ifadələrə baxaq. A lot of, lots of, a lot. Birinci bu üçünü müqayisə eləyək. A lot of bərabərdir lots of-a, yəni hər ikisi çoxlu deməkdir. A lot of-la lots of eynidir. Hər ikisi çoxlu deməkdir və bundan sonra sayıla bilən mütləq cəm olur, sayıla bilməyən isə tək olur. A lots of ifadəsi ümumiyyətlə yoxdur, çünki a varsa s düşür, s varsa ə düşür. Buna diqqət edək, bəzən çaşdırıcı ola bilir. Lot of ifadəsi ümumiyyətlə yoxdur. A lot nədir? A lot zərfdir. A lotdan sonra isim gəlməz. Of-u yoxdursa, a lot of, of-u yoxdursa, a lot təkdirsə isim gəlməz. Bu feilə aid olar. Məsələn, she laughs a lot, she speaks a lot, she dances a lot. Yəni feilə aid olur. Feildən sonra gəlir, isimdən əvvəl gələ bilməz. İsimdən əvvəl gəlməsi üçün of lazımdır. Bunu yadda saxlayaq. Plenty of. Plenty of yaxud da plenty. Bu nə deməkdir? Plenty of bərabərdir. A lot of, o da bərabərdir lots of-a. Çoxlu deməkdir. İstənilən qədər yəni. Bundan sonra sayıla bilən yenə cəm olur. A lot of-dakı kimi sayıla bilməyən tək olur. Bəs plenty nədir? Plenty isimdir. Yəni sözü əvəz eləyir və yaxud da isim kimi işlənir. Ondan sonra isim gəlmir yəni. İndi isə gəlin some quantifiers'ına baxaq. Some sayıla bilən cəm, sayıla bilməyən tək isimlə işlənir. Məsələn, some student desə səhvdir. Some students və yaxud da some water düzdür. Deməli, sayıla bilən mütləq cəm olmalıdır. Sayıla bilməyən isə bundan sonra tək olmalıdır. Most da eyni şəkildə işlənir. Enough da some kimi sayıla bilən cəm isimlə işlənir, sayıla bilməyən tək isimlə. Məsələn, enough students, enough people, enough money, sayıla bilməyən tək, sayıla bilən cəm və enough ismin qarşısında sifətdən isə sonra işlənir. Dediyim kimi, enough money, enough books, amma sifətdə belə olur. Clever enough, good enough, well enough və s. Quantifiers'ların sol və saçla işlənməsi haqqında ayrıca bir video olduğu üçün bu videoda onun haqqında ümumiyyətlə danışmayacağım. İndi isə gəlin bir neçə test nümunəsinə baxaq. 20-ci testə baxırıq məsələn. Nöqtələrdən sonra questions cəmsim gəlib. Matchdan və little'lardan sonra bilirik ki, cəmsim, sayıla bilən cəmsim gəlmir. Ona görə də A, B, Y variantı birbaşa çıxır. A lot'un da of-u yoxdursa isim gələ bilməz. A lot feilə aiddir. Ona görə də D variantda çıxır. Qalır C variantı. 21-ci testə baxırıq. Nöqtələrdən sonra sifət gəlib, old sifəti. Biz ona baxmırıq, ismə baxasıyıq. Buildings cəmdədir və sayıla bilir. Ona görə little
Match gedir. A lot isimlə işlənməz, o da gedir. Qalır A və B variantı. Bilirik ki, few'nun mənası mənfidir. Yəni mənfi az, olduqca az deməkdir. A lot of isə çox deməkdir. İndi baxaq görüm hansı uyğun gəlir. Şəhər qədimdirsə, deməli köhnə binalar çox olmalıdır. Ona görə də B variantı düzgün cavabdır. 22-ci testə baxırıq. Nöqtələrdən sonra sugar sayıla bilməyən isim gəlib. Ona görə də many və few gedir. A lot isimlə işlənməz, o da gedir. A few da gedir. Qalır B variantı. 23-cü testə baxırıq. Only varsa demişdik, 3 dənə optimal variantımız var idi. A few, a little və some. Ona görə digərlərini çıxırıq. A few və a little saxlayırıq. Tourist sayıla bilən cəm isimdir. Ona görə little da gedir. Qalır B variantı. 24-cü testə baxaq. Nöqtələrdən sonra money sayıla bilməyən isim gəlib. Ona görə də few, many bunlar gedir. A lotdan sonra isim gəlməz. B də gedir, qalır A variantı. 25-ci testə baxırıq. They received, bura variantlar üzərində işləyəsik. Many'dən sonra sayıla bilməyən isim gəlməz. Information sayılmır. B variantında düzgündür. C variantında few'dan sonra sayılmayan isim gəlməz. A lotdan sonra ümumiyyətlə isim gəlməz və information sayıla bilmir, qarşısında article işlənməz. 26-cı testə baxırıq. Nöqtələrdən sonra luggage sözcüyə və luggage sayılmır. Sayılmırsa few'lar gedir, many gedir. A lotdan sonra isim gəlmir. Cavab A variantı. Sağ olun, hər kəsə uğurlar.